Səni açıb mindirsən, telefonu gizlədirsən, sənə cavab verməyirsən, gözlərindən çəkindirsən. Ay qız oyan, o axı sevmir səni. Ay qız oyan, sındıracaq qəlbini, əsli dayan. Axı istəmir səni, daşdır onun ürəyi, sevgi onun üçün yalan. Ay qız oyan, aldadacaq başını, deyir yalan, tapacaq başqasını. Ay qız oyan, sil gözünün yaşını, at dərsliyin daşını, daha bəsdir ağından. Ağatlı şahzadələr yox, nağılçı qəhrəmanlar yox, bircə dəfə ona de yox, göydən yerə enməkdən qorx. Ay qız oyan, o axı sevmir səni. Ay qız oyan, sındıracaq qəlbini, əstir dayan. Axı istəmir səni, daşdır onun ürəyi, sevgi onun üçün yalan. Aç gözlərini qız, at ağzıma saqqız, yeməmək istəyir o. Alo. Nə alo? Yenə də, hə yenə yazır göz əlçələrinə, sənsən mız mız zır zır. Bəsdir ağladın. Ay qız oyan, o axı sevmir səni. Ay qız oyan, sındıracaq qəlbini, bəsdir dayan. Axı istəmir səni, daşdır onun ürəyi, sevgi onun üçün yalan. Ay qız oyan, aldadacaq başını, deyir yalan, tapacaq başqasını. Ay qız oyan, sil gözünün yaşını, at dərsliyin daşını, daha bəsdir ağından. Nigar! Nigar oyan! Oyandım. Oyandım mən. Okey, mahnı ilə bağlı mən əslində çox bəyənirəm Müəllifi tərifləyə bilərsən, xahiş Okey, edirəm. tamam, çox sevirəm bu mahnını əslində. Muradı sevməsəm də olar, yəni. Amma, Ay niye? Düşün ne üstə? pardon, olur. Pardon. Mən nəsə bugün çox adam sevmirik. Aldın tut. Bugün nəsə məni çox adam Murad, sevmir. Murad, biz sizi sevirik. Murad Arif! Bir dəqiqə, İlbiz də çox sevir. Bəli, İlbiz çox şirindir ipucuydu. və ayalaq, mənə elə gəlir ki, ya Səmuradır, ya Samira Efendidir. Səmura deyə bilərəm ki, daha belə, biz alışdıq ki, daha rap stilində oxuyur. Və daha çılğındır əslində. Daha çılğındır əslində. Samira biraz daha sakitdir, amma o Onu daha... sakit ilan vursun. Samir Əfəndidən danışırsan. Niyə vursun? O sakitdir. Yox, İlan, həyatda- İlan xəstədir, kakras sakit çıxıb olmasa- gedi. İlanı yola saldıq. Yox, yəni danışmağı, səhnədə olmağı, aparmağı falan. Amma belə yəni oynamaqdan düşünürəm Samirədir. Səsi həm Samirəyə də, Səmraya da oxşur. Amma mən düşünürəm daha çox Samirə Əfəndi. Teşekkürler. Əziz hitmaker. Mən tapmışam ya İlbiz kimdir. İlbizi gəlin yola salaq getsin. Kimdi ki? İlbizin ayağı üzəngidədir. İlbiz bu il bizi Avroviziya mahnı müsabiqəsində təmsil edən Jivadır. Onun işi başından aşır. Biz onu saxlamışıq maskada. Cəmilə qızım, Cəmilə. Yo, bir dəqiqə. Niyə Jivadır? Deyim də. Niyə Jivadır? Hamısın bir-birini deyim. O boksla məşğul idi. Ümumiyyətlə, hə, Cəmilə həm idman növlərinə məşğul olub, həm Bakı payızında çıxış edib. Hanı onun Gəlin ipuçları? təsdiq eləməyək də. Daha sonra mütəmadi olaraq boksla məşğul olub, Bakı payızında iştirak edib, özünü qorumaq üçün Aikido ilə məşğul olub. Bütün bunlar hamısı Cəmiləyə uyğun gələn işarələrdir. Amma başqa bir məqam var. Mən bilirəm efirdən kimdir baxdım burada. həmin o ipucularına. Orada bir məqam var. Dedi ki, bizi bir yerdə görməyə alışmışsınız. Biz 3 nəfər olmuşuq. Bu güya ki, W Trio'nun qrupunun qızlarındandır. Amma əslində o Rastın qızlarına ilham edirdi.
Sonra diqqətli tamaşaçılar gördüsə, orada bir qırmızı lentdən keçir. Axı İlbiz də hamıdan sonra gəlməlidir. Amma o qırmızı lentdən keçir, ona kubok verirlər. Niyə? Çünki bu adam Səs Azərbaycanda qalib gəldi. Kuboku qazanıbdı. Nətər dediktivəm? Çox yaxşı, çox əla, Özümü yaxşı bir yeyim, özümü təxmin yeyim. idi. Hər Murad belə düşünür. Digər detektivlərimiz Kamilə xanım, siz nə düşünürsünüz? Ay, əslində birinci ondan başlamaq istəyirəm ki, güc səninlədir. Əziz qızlara bu çox aidiyyatı var. Qızlar çox güclü olmalıdırlar bu həyatda. Öz ayaqları üstündə durmağı bacarmalıdırlar və uğur onlarla olacaq. Təhsil, tərbiyə və qalan şeylər hər biri düzələcək. O ki qaldı bizim İlbisəm. İlbizimiz çox şirindir, çox gözəldir. Murad doğrudan da hamısını hər şeyə əsaslandırdı. Amma mən razı deyiləm Muradla. Wow. Mən düşünürəm ki, bu maskanın arxasında Aha. elə mənim öz dostum, əzizim və sevimlim Hüsniyə Rəna Məhərrəmovadır. Musa. Çünki o bu dəqiqə Azərbaycanda yaşamır. O evinə bizi dəvət edə bilmir. Çünki evi uzaqdadır. Bizim viza almağımız, Amerikaya geyib çıxmağımız, onun üçünsə hər yer evdir. Vətənsə elə evidir, vətənidir, torpağıdır. Gəlibsə də demək elə evindədir. Elə Maska şounun səhnəsində dayandığı halda belə o öz evindədir. Təşəkkürlər Kamilə xanım. Coşqun bəy. Mən həmkarlarımdan fərqli olaraq bu gözəl səhnəni alqışlamaq istəyirəm. Bu rəngarəngliyi alqışlamaq istəyirəm. Görün biz burada nə qədər zövq almışıq. Görün televiziya arxasında bizi izləyən tamaşaçılar nə qədər zövq alır bu rəngarənglikdən. Mən deyərdim ki, hətta başımız gicəlləndi. Bir də axırda deyin halal olsun. Halal olsun. Ay sağ ol. Bəli, hər işdə halallıq olmalıdır, ağa. Hər işdə halallıq olmalıdır. Əziyyəti, zəhməti keçən, o ki qaldı İlbizimizə hiss də ola bilər. Təşəkkürlər. Faiq Ağayev, müzakirələr getdi. Mən əminəm ki, fikirlər çoxdur. Ha, çoxdur. Və istəyərdim ki, Baxın, əsaslandırasınız. gəlin bir ipucudan irəli çıxaq. Deyir ki, bizi bir yerdə görməyə alışmısınız. Birinci maskada bura Gülyanaq gəlmişdi. Bəlkə Gül yazdı? Bəlkə Gül yazdı. Bomba versiyadır. Amma əzizim, dostum, sensei, professor Coşqun Rəhimova söyləmək istəyirəm ki, Coşqun Oyan hissin belə vokal səsi yoxdur. O belə oxumazdı. Amma bura Maska şoudur, Faiq Bilirəm, Bey, səs Maska akademiya. şou yenə deyirəm də, kim gəldi öz səsi ilə oxuyur. Amma bu Buyurun, kimdirsə bu Rus bölümdəndir. Çünki Rus bölməsindəndir. Hə, o da var. Bax, ona görə Gülyaz məsələsində biraz belə... Tərəddüddəsiz. Yaxşı, gəlin onda belə eləyək də. İki məlumatı eşidək. Doğru və yalan məlumatımız da var axı bizim elə. O da detektivlərin müzakirəsini biraz da genişləndirsin. Auditora hazırıq onlara kömək eləməyə. Əlasız. Və beləliklə, hörmətli, dəyərli İlbiz, Şirin İlbiz, özün haqqında iki məlumat ver. Buyur, birinci məlumat. Onlayn gəlir gətirən biznesim var. Online nə? Online gəlirli biznesim var, dedi. İkinci məlumat. Dağda çadır qurub 3 gün gecələmişəm. Dağda çadır qurub 3 gün gecələmişəm. Dedi ki, online gəlirli biznesim var, online pul gətirən biznesim var. Sonra dedi ki, dağda çadır qurub 3 gün gecələmişəm. Sən bizi Birinci haralara məlumatı daha aparırsan, çox ey? doğruladı Bizi lap auditoriya. qəlizliyə saldı. Lap qəliz oldu. Belə çaşdırdı yeri. Dağda o qədər insan orada 3 gün qala bilər. Biz hardan bilirik? Hakimdir, hakim. Orada niyə qalıblar, Ay ağa, neyniyiblər? sən getməmisən, kamp eləməmisən, istirahət eləməmisən. Hamımız onu eləyə bilər. Mən onu ciddiyə almıram. Çünki çox sıradan bir şeydir. Yox, bəlkə səs-küy salan bir ekstrem bir vəziyyət olub bu 3 gün o çadırda qalıb. Yəni, pələng gəlir. Ya nəsə Pələng gəlir. bəlkə də olub bu informasiya olub, yayılıb. İndi pələng gəlib, ya yol okey, dağılıb. tamam, bunu çox Ola müzakirə bilər də. etdik. Bir dənə bir mənim versiyamdan bax. Mənim versiyamdan başqa. Online Amma onlaynı fikirləşək. Bəlkə TikTokda- Baxın, vokal dərsi verə bilər. Misal üçün, Nailə Beydullayeva Amerikadan onlayn olaraq vokal dərsləri verir. Aha. Bax, o ola bilər. Biraz primitivli bir şey diyeceğim. Belki
yəni TikTokda canlıya çıxır və nəsə Ay, belə şiir bir qazanır. Tıklın. Ekranı tıklın dostlar. Yaman güldü ya, yaman güldü ya. Əziz detektivlər, biz əslində doğru və yalan məlumatını təqdim etdik ki, sizə bir balaca asan olsun, siz biraz da çətinə düşdünüz. Hə, gəlin asanlaşdıraq. Bu Cəmilə Haşimovadır. Kempingə də gedər. Cəmilə Haşimova Jiva, çıxardın getsin Avroviziyaya. Son təxmin Nigar. Samirə, əfəndim. Təşəkkürlər Kamilə Babayeva. Dediyim versiyada qalıram. Düşünürəm ki, bu maska arxasında məhsus niyədir. Buyurun Coşqun bəy. Məni indiyə kimi hisslərim allatmayın. Bu hissdir. Və Faiq Ağayev. Buyurun. Aysel Teymurzadə. Maraqlıdır. Təşəkkürlər detektivlər. İlbisimiz yoruldu. Gəlin onu yola salaq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? İlbis maskası arxasında kimdir?